Bu videoda biz ilk HTML faylımızı yaradacağıq. Bunun üçün Visual Studio Code'u açırıq və solda gördüyünüz Explorer düyməsinə basırıq. Bunun üçün qısa yol həm də Ctrl+B-dir. Explorer'ı açdıqdan sonra burada New File düyməsi var. Buna basırıq və bizdən yeni faylın adını verməyimizi istəyir. Mən faylın adını index qoyuram, ancaq siz istədiyiniz adı qoya bilərsiniz, bu fərq etmir. Daha sonra isə faylın uzantısını yazırıq. Bizim faylımız HTML olduğu üçün burada HTML yazıram və bu hissə bütün HTML fayllarında eyni olmalıdır. Enter basırıq və bizim faylımız artıq sağda gördüyünüz kimi açılır. HTML fayllarının hamısının bəzi başlanğıc strukturu olur. Bu bütün fayllarda eyni olur. Və bu strukturu qısa olaraq tez bir zamanda yaratmaq üçün bizim bir qısa yolumuz var. Bunun üçün nida yazırıq və Enter'ə basırıq. Və gördüyünüz kimi avtomatik olaraq bizim HTML faylımızın əsas strukturu qurulmuş olur. Bəs buradakı kodlar nə deməkdir? İlk sətirdə yazılan doctype HTML bizim HTML faylımızın HTML5 versiyasında yazıldığını göstərir. HTML5 ən son HTML versiyasıdır və bu sətir brauzerlərə bizim faylımıza HTML5 versiyasında emal eləməyi bildirir. Daha sonra isə bizim HTML tagımız gəlir. Bunların hər biri tag adlanır və bunlarla bağlı videolara növbəti dərslərdə baxacağıq. HTML tagı iki əsas hissədən ibarətdir. Birinci hissə head və ikinci hissə body. Head tagı bizim səhifəmizdə meta məlumatlarını saxlamaq üçün istifadə olunur. Meta məlumatlar nədir? Bu məlumatlar brauzerlər tərəfindən və yaxud axtarış mühərrikləri tərəfindən istifadə olunur və birbaşa vizual olaraq istifadəçi tərəfindən səhifədə görsənmir. Məsəl üçün, burada meta charset UTF-8 var. Bu o deməkdir ki, bizim səhifəmizdəki istifadə olunan elementlər, simvollar və emojilər UTF-8 standartında yazılıb. UTF-8 standartı o deməkdir ki, bu standartda bütün dillərdə olan hərflər, məsəl üçün ərəb hərfləri, çin hərfləri, rus və digər latın dilindəki əlifbadan fərqli olan hərfləri istifadə edən dillərin hərfləri, digər emojilər və simvollar hamısı bu standarta daxildir. Və bu brauzerlərə bildirir ki, bizim səhifəmizdə olan simvollara və elementlərə UTF-8 standartında olan elementlər kimi rəftar elə. Daha sonra isə yeni bir meta tagımız var. Bu nə deməkdir? Bizim səhifəmiz ola bilər ki, bəzən kompüterlərdə açılsın, bəzən telefonlarda və yaxud planşetlərdə açılsın və bunların hər birinin ekran ölçüsü bir-birindən fərqli olur. Və bu sətir brauzerə deyir ki, mənim səhifəmin ölçüsünü, yəni genişliyini hansı cihazda açılıbsa, onun genişliyinə uyğun olaraq tənzimlə. Əgər biz bu səhifəni silsək, həmin o səhifəmiz kompüter ekranında açılmış kimi açılacaq və elementlər çox balaca olacaq və bizim strukturumuz pozulacaq. Daha sonra son olaraq head tagının içində bizim title tagımız var. Bu istifadəçiyə görünən bir hissədir, ancaq səhifənin öz kontentində yox, brauzerin tabında görsənir. Buna necə baxa bilərik? İlk öncə əgər Live Server extensionınız yoxdursa, bunu yüklüyorsunuz və daha sonra gəlib index.html faylın üstündə sağ klik edirik və Open with Live Server basırıq. Və bu bizim səhifəmizdə halbuki heç bir kontent olmadığı üçün burada heç nə görsənmir. Mən bu dokumenti dəyişsəm, eləsəm HTML və ya da işte saxlasam, bura daxil olduqda görəcəyik ki, burada HTML yazılıb. Yəni, title tagı bizim brauzerdə görsənən tabın adını göstərmək üçün istifadə olunur. Head bitdikdən sonra bizim body tagımız başlayır. Burada bizim səhifəmizin bütün görünən kontenti yerləşir.
Yəni biz yeni nə element əlavə eləyəcəyiksə, məsəl üçün şəkillər, mətnlər və yaxud digər bütün elementlər bu body tagın içində yerləşəcək. Məsəl üçün bir mətn əlavə eləyək. Bura salam yazıram və gördüyünüz kimi bu mətn bura düşür. H1 bunun bir başlıq olduğunu bildirir və buna da növbəti videolarda baxacağıq. Və body tagı da burada bağlanır və HTML tagımız da burada bağlanır və bununla HTML dokumenti sona çatır. Və biz bu faylımızı brauzerdə bayaqki kimi lead serverdə açdıqda bütün bu fayl oxunur və strukturda ona uyğun metadataları və bodynin içində yerləşən elementlər brauzer tərəfindən emal olunur və ona uyğun səhifəmiz struktur alır. Gördüyünüz kimi title-da yazdığımız mətn burada görsənir brauzer tabında və body-yə yazdığımız mətn isə səhifənin özündə görsənir.